Salam hörmətli izləyicilər. Bugün sizə 6-cı sinif kiçik summativ qiymətləndirmə 2 ədəbiyyatdan izah etmək istəyirəm. Qeyd edim ki, keçən videolarımızda da qeyd etdiyimiz kimi ədəbiyyat 6-cı sinif ədəbiyyat mövzuları daha çox bu il miq və sertifikasiyaya düşmüş mövzulardan ibarətdir. Bu summativ Alı kişi qolu və Kazetta parçasına həsr olunmuşdur. Daha çox bunlara aid suallarla əks olunmuşdur. Birinci sual: Alı kişi qolunda Həsən xan Alı kişiyə hansı cəzanı verdi? Bunu biz, yəni təbii ki, oxuyanlar çox asanlıqla tapa bilir ki, Alı kişinin gözlərini çıxartdılar. İkinci, Kazetta əsərində yolcu Kazettaya nə hədiyyə etdi? Və Kazetta əsərində də biz oxuduq ki, Kazettanın çöldəki mağazada gəlincikdən çox xoşu gəlirdi və yolçu da ona nə hədiyyə etdi? Ceybəndi, gözəl gəlincik. 3. Alı kişi qolunda Alı kişi ildırım parçasından olan daşda nə hazırlatmışdı? Alı kişi əvvəlcə biz hazırlatmışdı. Sonra qılınc hazırladanda ki, orada dəmirçi onu aldatmaq istəmişdi ki, qılıncı götürüb yerinə başqasına vermişdi. Amma Alı kişi həmin bizi çıxararaq həmin deməli qılıncı iki yerə bölmüşdü. Və dəmirçi də bu zaman bilmişdi ki, Alı kişini aldatmaq mümkün deyil. Nə düzəltdirmişdi? A bəndi, biz və qılınc. Digər suallara baxaq. 4-cü sualda deyilir: Alı kişi qoluna aid yanlış fikri seçin. A bəndi: Rövşənin qol boyu 2 dəfə əməlinə görə peşman olduğunu görürük. Bu doğrudur. Çünki Rövşən bir dəfə peşman oldu ki, damdan çıxıb atlara baxdı 39-cu gün. Səbirsizlik etdi. Ona görə peşman oldu. İkinci dəfə isə atası onu qoşa bulaqdan su gətirməyə göndərəndə vaxtında suyu götürmədi və bundan peşman oldu. Yəni atasına su gətirə bilmədi. Bu doğru fikirdir. Amma bizə lazım yanlış fikir. Rövşənə Koroğlu adını xalq verir. Bunu saxlayaq. Qoşa bulağın suyundan içən Rövşənə qüvvət və şairlik verilir. Bəli, bu doğrudur. Deyibən, Alı kişi Rövşəndə qisas üçün səbirlə hərəkət etməyi tələb edir. Bəli, çünki Alı kişinin gözlər çıxarandan sonra evə gəldikdən sonra Rövşən istədi ki, getsin intiqam alsın. Amma Alı kişi dedi ki, yox, hələ dayan, vaxtı deyil. Səbirli olmağa çağırdı onu. Alı kişiyə verilən cəzanı Həsən xana paşa təklif edir. Bu da doğru fikirdir. Yanlış fikir B bəndidir. Rövşənə Koroğlu adını xalq vermir, elə atası verir. Alı kişi deyir ki, sənin adını Koroğlu qoydum. Cavab oldu B bəndi. Digər sual: Alı kişi qoluna əsasən Alı kişi haqqında səhv fikri seçin. İlxıcı olsa da ehtiyatlı və tədbirli insan idi. Bəli, bu doğrudur. Onun sözlərindən, onun hərəkətlərindən biz onu mətndə, əsərdə görə bilirik. B bənd: atasının ona bağışladığı qılıncı o da öz oğluna verib. Bunu saxlayaq. Onun Həsən xanın ona verdiyi atlara, qılınca, Rövşənə ad verdiyini görə bilərik. Bəli, bayaq da digər sualı qeyd etdik ki, o Rövşənə də, sonra ata qılınca da özü ad vermişdi. Bu da doğru fikirdir. Paşa Həsən xan Alı kişini öldürmək istəyinə mane olur. Doğrudur. Deyir ki, öldürmə, gözlərini çıxartdır. Və Yebəndə atları tövlədə yoxlayanda atlara 40 gün ərzində kiminsə baxdığını bilir. Bəli, onu da anlayır Alı kişi. Çünki çox müdrik insan idi. B bəndinə qayıdaq. Atasının ona bağışladığı qılıncı da öz oğluna verir. Bu yanlış fikirdir. Bu bir ildırım parçasından düzəltdirmişdi qılıncı. İldırım parçasını Rövşən uşaq vaxtı gətirib ona vermişdi. O da saxlayıb Rövşən böyüdükdən sonra aparıb qılınc düzəltdirmişdi. Yəni atasının ona bağışladığı qılınc deyildi Alı kişinin. Bu yanlış fikirdir. Keçək digər suallara. Kazetta əsərinə əsasən hansı fikri tam təsdiq edən fakt verilməsə də, Kazettanı oxuyan şəxsə belə bir fikir yaranır ki, bu çox maraqlı bir sualdır. Bu sualda gərək uşaqlar diqqətlə düşünəsiniz. Bir də oxuyuram. Kazetta əsərinə əsasən hansı fikri tam təsdiq edən fakt verilməsə də, Kazettanı oxuyan şəxsdə belə bir fikir yaranır. Yəni bu fakt orada yoxdur, amma ehtimal biz özümüzdə fikir yaranır. Bu ehtimaldır. A bənd: anası Kazettanın xəstə olduğu üçün başqasına verir. Belə bir fakt yoxdur ya da ehtimal yoxdur. B bənd: meyxana sahibləri Kazettanı incidirlər. Bu faktdır. Bu var, mətndə var. Kazetta su gətirdiyi bulağa ilk dəfə idi gedirdi. Bu da yanlış bir faktdır. Bu fakt var, amma yanlışdır. İlk dəfə getmirdi. O bilirdi həmin yolu. Sonra Y bəndinə baxaq. Meyxana sahibinin qızları Kazettanı çox sevirlər. Bu da fakt deyil. Bu yalandır. Çünki sevmirdilər. O
qulluqçu kimi baxırdılar. D bəndində isə deyilir ki, Kazettaya kömək edən yolçu qızı simasından tanımasa da adından tanıyır. İndi siz həmin əsəri bir daha oxusanız, görərsiniz ki, orada yazılıb ki, yolçu və Kazetta arasında bir dialoq gedir və bir neçə sualdan sonra yolçu sual verir ki, sənin adın nədir? Deyir ki, Kazetta. Kazetta deyən kimi yolçu duruxur. Və ondan da bilmək olur ki, həmin yolçu Kazettanı tanıyır, adını tanıyır yəni. Kazetta haqqında bir fikri var. İndi bu əsərin düzü ardında bunlar verilməsə də, bu əsər uşaqlar götürülmüşdü Səfirlər romanından. Həmin əsər, yəni çox geniş bir əsərdir. İstəyən onun ardını da oxuya bilər. Çox maraqlı bir əsərdir. Cavab nə oldu uşaqlar? Cavab oldu D bəndi. Digər suala baxaq. Kazetta əsərində Thenardier qadınının davranışı ilə hansı aforizm uyğun gəlir? Aforizm sözü, yəni kəlam, atalar sözü, kiminsə fikri, tövsiyə fikri. A bəndi, mərhəmət unudulduğu anda insanlıq da ölür. Qorxu mərhəmətin bacısıdır, zənginlik insanı xilas edir. Burada digər bəndləri keçərək indi. Qorxu mərhəmətin bacısıdır. Bu yox, yəni Thenardier qadına uyğun gəlmir. Zənginlik insanı xilas edir, yox, bunlar heç birisi uyğun gəlmir. Amma mərhəmət unudulduğu yerdə kim orada Kazettaya mərhəmət etmirdi? Təbii ki, Thenardier qadını heç cür mərhəmət etmirdi. Və bu zaman nə ölürdü? İnsanlıq ölür. Bəli, bu fikir tam mətnə uyğun gəlir. A bəndidir burada cavab. Yenə də biz ardını oxuyaq. Qadın hər zaman şəfqətli olur. Burada Thenardier qadına uyğun gəlmir heç. Və bütün analar mərhəmətlidir. Bu da uyğun gəlmir, çünki Thenardier mərhəmətli deyildi. 8-ci sual. Dastan haqqında yanlış fikri seçin. Dastan haqqında məlumatı da əvvəlki dərslərdə uşaqlar keçmişlər, ya 6-cı sinif dərsində var. Dastan yazılı ədəbiyyatın janrlarından biridir. Elə A bəndi yanlışdır, çünki dastan yazılı ədəbiyyata yox, şifahi ədəbiyyata aiddir. Digər suala bax. Alı kişi qolunda Alı kişi dayıların paşaya verilməsini israrla niyə doğru sayırdı? Bunun da birbaşa cavabını desək, biz orada oxuyanda görürük ki, o dərya atından əmələ gəldiyini görmüşdü. C bəndi onların dərya atından doğulduğunu bilirdi. Bəli, olur C bəndi. Kazetta əsəri ilə bağlı səhv fikri seçin. Kazetta qarşı dükanda olan oyuncağı xanım adlandırırdı. Bu doğrudur. Kazetta Thenardier qarı ilə qaranlığın qorxusu arasında qalanda qarının qorxusu üstün gəlir. Bəli, belə bir fikir var ki, o çölə çıxandan sonra istəyir ki, qayıtsın. Çünki qaranlıq idi, qorxurdu. Amma qayıtmaq istəyəndə Thenardier qadının qorxusu onu gözdən önünə gətirir. Görür ki, yox, ondan lap çox qorxur. Ondansa gedib su gətirsə daha yaxşı olar. Düzdür bu, çünki onun qorxusu daha üstün gəlir. Kazettanın anası fəhlə idi. Bu da doğru fikirdir ki, o öz ölkəsinə getmək istəyirdi, işləmək istəyirdi. D bəndi, Thenardier Kazettanın anasının yanında iki qızı və Kazettanı 3 bacıya bənzədir. Bu doğrudur. Çünki əsərin başlanğıcında deyilir ki, Kazetta düşüb qızların yanına gedir. Onlar oynayanda Thenardier xanımı deyir ki, onlar 3 bacıya bənzəyir. Y bəndi, xanım Thenardier Kazettaya baxmaq üçün çoxlu pul istəyəndə əri daha aşağı məbləğ istəyir. Bu yanlış fikirdir. Burada onlar pul söhbəti edəndə əri oradan müdaxilə edib daha da artırır. Aşağı salmır, artırır. Deməli, cavab oldu Y bəndi. Keçək digər suala. 11-ci sual. 11-ci sualda isə deyilir, Alı kişi qolunu ideyasına uyğun gələn fikri seçin. Elə cinayət var ki, bağışlanma, bu vətənə xəyanətdir. Burada vətən hələlik, yəni vətən deməli mövzusu burada yoxdur. Yəni bu qolda vətən mövzusu yoxdur. Bülbüldən çox da vəfa ummayın. Çünki hərdən başqa bir gülün üzərində ötər. Yəni belə bir fikir uyğun gəlmir. Sonra yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır. Bu da uyğun gəlmir. Mətnə görə, məzmununa uyğun gəlmə ideyasına ən təsirli intiqam pisliyi unutmaq və bağışlamaqdır. Burada düzdür, əvvəlcə intiqam almağa qoymasa da, Alı kişi deyir ki, səbr ilə intiqamımızı alacağıq. Yəni bağışlanmaq söhbəti burada yoxdur. Və Y bəndi, zülm küləyi əsən, dənizdən intiqam buxarı qalxar. Yəni əgər deyir, zülm küləyi varsa, orada intiqam olacaqdır. Bəli, zülm küləyi hardan gəlirdi? Həsən xandan, Hasan Paşadan. İntiqam almaq istəyən kim idi? Rövşən idi, Alı kişi idi. Bu Y bəndi doğru fikirdir. Keçək digər 12-ci suala. 12-ci sualda isə deyilir, fərqləndirilmiş sözlərdən hansının izahı verilməmişdir? Yəni burada 5 sözün izahı var və cavablarda isə 5 söz var, izahlar isə 4 dənədir. Baxın, bu 3 bucaq olanlar izahlardır.
Bir-bir biz oxuyaq. Bu lüğətdə, həmin dərslikdə, lüğətində hər bir söz var. Bunu öyrənmək lazım mütləq. Fərqləndirmiş sözlərdən hansının izahı verilməmişdir. Alı kişi ilxını çölə aparır, bütün günü otarır. Gecədən biraz keçəndən sonra xalxala gətirdi. Xalxal sözünün mənası uşaqlar, atın deməli xalxal sözü mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yerdir. Yəni bu fikir var. Baxın, xalxal neçədir? Bir olan fikir var. Bizə olmayan lazımdır. Bir gün alı kişi ilxını sürüb dərya kənarına aparmışdı. Dərya sözünün mənası burada dənizdir. Baxın, dəniz, dərya. Dəniz sözü də, dərya sözü ikidir. Bunu da çıxırıq. Həsən xan alı yox, sən məni ondan binəsib etdin. Bunu saxlayaq. Həsən xan alı kişinin yalmanına əl çatmayan bir atı üstündə gördü. Yalman sözü atın boynunun üst hissəsində bitən tüklərdir. Yəni bunun mənası var. Handa bu dərya dedik, dənizdir. Yalmanı sözü var. 5 var. Biz burada bir cümləni buraxdıq. Aylar keçdi, il dolandı, qulunlar böyüyüb dayıldılar. Qulun isə körpə at balasıdır. 3 də var. Hansı söz yoxdur? 4. 4-ə baxaq indi. Sən məni ondan binəsib elədin. Yəni sən məni ondan məhrum elədin. Əl çatmayan elədin. Məhrum sözünə uyğundur. Belə bir söz yoxdur. Yəni cavab oldu 4 D bəndi. Keçək 13-cü suala. 13-cü sualımız isə Kazetta əsərində ideyası kimi aşağıdakı fikirlərdən hansı düşünülə bilər? Kasıblar öz talelərinə razı olmalıdırlar. Belə bir fikir yoxdur. Sonra zülm ədalətin davamıdır. Yox, yəni belə bir fikir yoxdur. Zülm var, amma ədalətin davamıdır fikir uyğun gəlmir. Mərhəmət insan ən uca dəyəridir. Bunu saxlayaq. Qorxu insanı doğru yola gətirir. Bu da doğru deyil. Vicdan yalnız cəzadan qorxanda uyanır. Bu da deyil. Yəni cəzadan qorxan orada, yəni biraz düşünməliyik hər bir cümlə haqqında. Orada cəzadan qorxan kim idi? Kazetta idi. Amma onun vicdanla bağlı heç bir vicdanla əlaqəsi yox idi bu mətndə. Cavab olur C bəndi. Mərhəmət insanın ən uca dəyəridir. Burada mərhəmətli yolçu göstərilir, mərhəmətsiz isə Tenardiya xanım göstərilir. Verilmiş nümunədə hansı bədii ifadə vasitəsi işlənmişdir? Fikrinizi əsaslandırın. Bədii ifadə vasitəsi burada hansıdır? Eləmi düşən yeri, atlanıb düşən yeri, göz yaşım dağa dönüb, yandırır düşən yeri. Baxın, burada deyir ki, göz yaşım dağa dönüb, bu bir. İkincisi isə yandırır düşən yeri. Yəni, nə qədər insan göz yaşı olsa dağ qədər olmaz və o düşən yeri yandırmaz. Burada çox-çox şişirdildiyi üçün nə var? Uşaqlar, mübaliğə. Mübaliğə əsaslandırması da budur ki, özündən qat-qat hər hansı bir əşyanın hərəkəti özündən qat-qat yüksək şişirdilirsə buna deyirlər mübaliğə. Belə də yazmaq mümkündür. Əsaslandırmanı və 15-ci və sonuncu sual. Kazetta əsərindəki meyxanaçının xanımın riyakar olduğunu əsaslandırır. Riyakar nədir? Burada yazıb ikiyüzlü. Burada nə demək olar? İkiyüzlülük onda ola bilər ki, deməli, anasına məktubda yazır ki, yəni biz yaxşı baxırıq, amma uşağa pis davranır. Bu belə. Sonra yolçu gələndə yolçunun yanında güya mərhəmətliymiş kimi özünü aparır Kazettaya, amma yolçu çıxan kimi onun üzü yenidən çevrilir. Yəni, burada iki üzlü formada, yeni təkrar edirəm, bir neçə cümlə yazmaq mümkündür. Yəni, insanların yanında başqa cür, yəni anasının yanında Kazettaya başqa cür davranır, anası gedəndən sonra onun iç üzü açılır, başqa cür davranır. Yolçunun yanında mərhəmətli görünür, yolçu çıxan kimi isə mərhəmətsizdir. Bu oldu. Kiçik summativ qiymətləndirmə ədəbiyyat üzrə 2-ci, 6-cı sinif və A variantıdır. Birazdan B variantı da gələsidir. Əgər yararlı oldusa, videonu bəyənib paylaşmağı unutmayın. Sağ olun.